20-ci mətn 5-ci sinif ingilis dili. London is a very big city. London çox böyük şəhərdir. A lot of people live there. Orada çoxlu insanlar yaşayır. London is a green city. London yaşıl şəhərdir. There are many parks in London. Londonda çoxlu parklar var. A park is a place where people go to walk. Park elə o yerdir ki, insanlar oraya gəzməyə gedirlər. Hyde Park is a large park in the center of London. Hyde Park Londonun mərkəzindəki böyük parkdır. It is a very popular park. Çox böyük parkdır. Every year a lot of tourists visit Hyde Park. Hər il çoxlu turistlər Hyde Parkı səfər edirlər. In English parks people can do a lot of things and have a very good time. İngilis parklarında insanlar çoxlu şeylər edə bilərlər və yaxşı vaxt keçirə bilərlər. They can play football, tennis and other games, ride horses, swim, run and watch birds. Onlar orada futbol, tenis, başqa oyunlar oynaya bilərlər. At sürə bilərlər, ride horses, swim, üzə bilərlər, run, qaça bilərlər və watch quşları izləyə bilərlər. They can walk, talk to their friends or read a book. Onlar gəzişə bilərlər, öz dostları ilə danışa bilərlər və yaxud kitab oxuya bilərlər. The people of London love their parks very much. Londondakı insanlar öz parklarını çox sevirlər. They enjoy visiting them. Onlar ora baş çəkməkdən zövq alırlar. Və mətnə uyğun çalışmalar var. Task 1. Birinci çalışma underline the correct title. Mətnə uyğun başlığı seçin. İkinci çalışma tick the opposite of the word bad. Bad sözünün antonimini seçin. Üçüncü sual tick the correct sentence. Düzgün cümləni seçin. Dördüncü sual fill in the gap with the correct word. Düzgün sözü seçin. Boş yerlərə düzgün sözü seçin. Beşinci çalışma which sentence is correct. Hansı cümlə doğrudur. Çalışmaların cavablarını videonun altında şərhlərdə yazarsınız.